yaradıcının belə deyim də maddi bir göstəricisi bu dünyanın özüdür. Yəni necə ki biz bədənik, biz öz insanıq, bu da dünyadır. Və gör dünya nə qədər genişdir, nə qədər orada yollar var, üsullar var, nə qədər bir gözəlliklər və seçimlər var, variantlar var da. Və bunları sən seçirsən. Yəni bax bu dünya sənə deyir ki, mən əla açığam, sənə hər cürə bir variant göstərə bilərəm. Biri var sən seçirsən, axtarırsan, inkişaf edirsən, özünə uyğununu. Biri də var sən tartışırsan. Deyirsən ki, yox, bax səndə belə bir mənfi tərəflər var. Bax, səndə belə bir deputatlar var, hansı başqalarının haqqını yeyir və sən onu görürsən hər zaman. Bax, səndə belə bir situasiyalar var. Öz-özünə qəzalar olur, öz-özünə hardasa yanğınlar olur. İnsanlar durduq yerdə samolyotda partlayır. Sanki də yəni öz balaca kiçik beynindən güya bütün bu planı güya kəşf edirsən də mənfi bir şeylər taparaq. Bax, filan insanlar var, ibadət eləmirlər, günahkardırlar. Filan kəslər var, bax, belə bir şey eləyirlər, belə cür geyinirlər. Bu bizə ziddir, bu pozurlar bizi. Bax, mobil telefonlar bizi pozurlar. Bax, filan bir məhsullar bizə zərərlidir. Bax, hər zaman mənfi bir şeylər axtarmağa çalışırsan, qurcalayırsan da. Bax, niyə Afrikada insanlar acından ölür? Ha? Bax, niyə də bu nədir? Bu beyin oyunudur. Beyin oyunudur. Yəni mən öz həyatıma məsuliyyəti götürmürəm. Burada nə baş verirsə mənim həyatımda, mənim evimin niyə küncü belə toz torpaqdır? Mənim uşağım ayaqqabı geyinə bilirmi yaxşı, yoxsa geyinə bilmirmi? Mənim bədənim sağlıqlıdırmı, sağlıqlı deyilmi? Mənim yoldaşımla münasibətim həqiqətən də yaxşıdırmı, problemsizdirmi, yoxsa yox? Sevgi və hörmət varmı ailədə? Bu yox, bax bu yox. Bundan uzaqlaşın. Bundan məsuliyyəti atın. Çünki bax gör Afrikada acından insanlar ölür axı. Yəni bax futbolda falan qaçışdı da, yəni qaçış, futbola qaçın, başqa bir şeyə qaçın, məsuliyyətdən uzaqlaşım və gözdən pərdə asım özüm üçün ki, çünki bu dünya ideal deyil. Bu dünyada o qədər problemlər var. Amma kim seçir o problemləri? Hə, təbii ki sən özün.